Saray qəsəbəsində Kərim Məmmədov küçəsi adlanan ərazidə yolun düz ortasında gölməçəni xatırladan su yığını var. Bu sakinlərin gediş-gəlişi, maşınların keçməsi üçün ciddi problem yaradır. Ən maraqlısı odur ki, bu su axıntısı heç bir kanalizasiya suyu yox, tərtəmiz su axınıdır. Gördüyünüz kimi Kərim Məmmədov küçəsində bu qəzalı şərait tez-tez baş verir. Görəsən bu suyun, təmiz suyun israfı hansısa qurumu narahat edirmi? Gəlirlər, elə-belə sarıyırlar məftillə, çıxıb gedirlər. Belə gedən günün səhərisi bir də belə buraxır su. O çoxdan deyir, bu vəziyyətdədir. Asfaltın ortası da elə bir ki, deşilibdir, maşınlar düşür ora, çıxır. Suyu vurur cəmaatınıza hasarına. Bilmirlər ki, bu su hardan gəlir, gəlib bunu bir bağlasınlar. Biz də geyib gələmirik. İndi mən keçmək üçün ayağımı batacaq, islanacam, elə ayağımda su gedəcəyəm, elə də gələcəyəm. İndi bizim də əlimizdən bir şey gəlmir ki, nə eləyək, bunun bir sahibi olmalıdır. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən baş mühəndis Rəşadət Rəhimov aydınlıq gətirdi. Elə çəkiliş zamanı problemi aradan qaldırmaq üçün canlı qüvvədə cəlb olundu. Yəqin ki, aidiyyatı qurumlar bu məsələni kökündən həll edəcək. Ümid varıq ki, Kərim Məmmədov küçəsindəki bu gölməçə ilə bir də rastlaşmarıq. Buna ümid edirik. Saray qəsəbəsinin yeni massivi, yeni evlər tikilmişdi orada, yeni massivdir. Orada şəbəkə olmadığı üçün pərakəndə xətlər çəkilmişdi uzun müddətdir. O pərakəndə xətlər yararsız olduğu üçün tez-tez qəzalar baş verir. Bu gün göstərilən ünvanda qəza qrupası yönəldilir və dərhal qəza aradan qaldırıldı. Cəmilə Nəsir qızı Kamil Quliyev, Həcər Həsənova, bugün informasiya proqramı üçün.